Yeremiya 35-ci fəsil. Rekavlıların nümunəsi. Yahuda padşahı Yoşi oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremiyaya bu söz nazil oldu. Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver. Bunun üçün Xavasiniya oğlu Yeremiya oğlu Yazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb, Allah adamı İqdaliya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşikçisi Şallum oğlu Maiseyanın otağı üzərindəki başçılar otağının yanındaydı. Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq, buyurun, şərab için dedim. Lakin onlar dedilər, biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr elədi. Siz və nəsliniz heç vaxt şərab içməyin. Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, eləməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə eləsəz, köç elədiyiniz torpaqlarda uzun müddət yaşayarsınız. Atamız Rekav oğlu Yehonadavın bizə əmr elədiyi hər şeyə qulaq astıq. Nə biz, nə arvadlarımız, nə də oğul qızlarımız heç vaxt şərab içmədik. İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq. Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr elədisə, hamısına qulaq asıb əməl elədik. Amma Babil padşahı Navuqodonosor bu ölkəyə hücum eləyən zaman, gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək, dedik. Buna görə də Yerusəlimdə qalırıq. Bundan sonra Yeremiyaya Rəbbin bu sözü nazil oldu. İsrailin Allahı olan ordular Rəbbi deyir ki, ged Yahuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə. Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız. Rəbb belə bəyan edir. Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr elədi. Nəsli də onun əmrinə əməl elədi. Və bugünə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mənsə sizlə dəfələrlə danışdığım halda mənə qulaq asmadınız. Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi, indi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah eləyin, başqa Allahların tərəfdarı olaraq onlara qulluq eləməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Amma məni eşitməyib qulaq asmadınız. Rekav oğlu Yehonadavın övladları atalarının əmr elədiyinə əməl elədi. Amma bu xalq mənə qulaq asmadı. Buna görə də İsrailin Allahı olan ordular Allahı Rəbb belə deyir. Mən söylədiyim bütün fəlakətləri Yahuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq elədim, qulaq asmadılar. Onları çağırdım, cavab vermədilər. Yeremiya Rekav nəslinə dedi. İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Siz atanız Yehonadavın əmrinə qulaq astınız. Onun bütün əmrlərinə əməl elədiniz. Sizə əmr elədiyi hər şeyi yerinə yetirdiniz. Buna görə də İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Rekav oğlu Yehonadavın nəslindən mənə xidmət eləyən bir adam heç vaxt əski olmayacaq.